Hər vaxtınız xeyir olsun. Bugün sizinlə şəkil üzərindən mətn təsvirinin 10-cu dərsindəyik. Hal-hazırda qarşımızda növbəti bir şəklimiz və 3 fərqli təsvirimiz var. Gəlin mətnimizlə tanış olaq. Həmin şəkil əsasında balaca bir mətn qurmuşuq. Bir ördək yumurtaların üstündə oturmuşdu və balalarının çıxmasını gözləyirdi. Ana ördək uzun müddət yumurtaların üstündə oturdu. Nəhayət balaların yumurtadan çıxması üçün vaxt gəlmişdi. Yumurtalar bir-bir çatladı və kiçik, tüklü, sarı balalar göründü. Ana çox sevincli idi. O balalarına heyranlıqla baxırdı. Balalarından biri çox çirkin idi, amma ana onu bəyənirdi. Gəlin bu cümlələri hissə-hissə ingilis dilinə tərcümə eləyək. Bir ördək yumurtaların üstündə oturmuşdu və balalarının çıxmasını gözləyirdi. İki hissəyə böləcəyik. Bir ördək yumurtaların üstündə oturmuşdu. A dog, bir ördək, hər hansı bir ördək. Oturmuşdu, keçmiş davam zamanda veririk. Was sitting, yəni otururdu, oturmuş, davam edirdi oturması. Was sitting on eggs. And və balalarının çıxmasını gözləyirdi. Baxın, was sitting-lə was waiting burada hər ikisi davam edici zamandır. Hər ikisi, yəni o waiting-in qabağında was yoxdur, amma cümlənin əvvəlində olan was onunla bağlıdır. Yəni was sitting, was waiting. Oturmuşdu və gözləyirdi. Yaxşı, waiting gözləyirdi. Nəyi gözləyirdi? Waiting for, wait for-la istifadə olunurdu bunda çatdırım qrammatik cəhətdən. His ducklings to appear. Appear peyda olmaq, gözə görünmək, meydana çıxmaq deməkdir. Waiting for his ducklings, öz balalarını gözləyirdi. Ördək balaları deməkdir ducklings. To appear yəni çıxmaq, peyda olmaq. Ana ördək uzun müddət yumurtaların üstündə oturdu. Mother duck, ana ördək, uzun müddət oturdu. Sat on eggs, yumurtaların üstündə, on üzərində deməkdir, eggs yumurtalar, on eggs for a long time, uzun müddət. Nəhayət balalarının yumurtadan çıxması üçün vaxt gəlmişdi. At last ya da finally verə bilərsiniz, yəni sonunda, at last. It was high time the ducklings to come out of the shells. Cümlədəki high time, yəni çoxdan bəri edilməli olan bir iş nəzərdə tutulur. Yəni ki, artıq vaxtı gəlmişdir. Çoxdan da olunmalı olan bir vaxt gəlmişdir. At last, it was high time. Nəyin vaxtı gəlmişdi? Balaların yumurtadan çıxması. The ducklings to come out, baxın, çıxmaq. To come out of the shells. Shells yəni qabıqdır. Yumurtanın qabığı burada nəzərdə tutulub. To come out of the shells. Demişdik, of olanda cümlə sağdan sola doğru tərcümə olunur. Yəni yumurtanın qabığından çıxmasından söhbət gedir burada. Yumurtalar bir-bir çatladı və kiçik, tüklü, sarı balalar göründü. One by one, the eggs cracked. And çatladı, baxın, cracked. And və balaca, little, tüklü, fluffy, bir də sarı, yellow ducklings came into view. Came into view, yəni göründü. Into view, view görünüş deməkdir. Came into view ifadə forması, yəni göründü. Və yaxud da ki, siz burada elə yuxarıda öyrəndiyimiz feillə appear verə bilərsiniz. Ducklings appear verə bilərsiniz. Ana çox sevincli idi. O balalarına heyranlıqla baxırdı. Mother was happy. Ana xoşbəxt idi. She watched her ducklings with admiration. O, yəni o baxırdı. Watched da verə bilərik burada. She watched, kimə baxırdı, nəyə baxırdı? Öz balalarına. Her ducklings necə baxırdı? With admiration. Balalarından biri çox çirkin idi, amma ana onu bəyənirdi. One of the ducklings was very ugly. Baxın, balalarından biri. One of the ducklings. Of var, sağda duckling sözü var. Ducklingsdən ofa doğru və vana doğru tərcümə edirik.
Balalarından biri kimi tərcümə olunur. Görürsünüzmü? Of-u ümumiyyətlə bu formada tərcümə eləmək lazımdır. Balalarından biri çox eybəcər idi, çirkin idi daha doğrusu, amma ana onu sevirdi. But mother liked it. Ana onu bəyənirdi. Aşağıda həmin mətndə olan isimlər, sifətlər, feillər, zərflər verilib. Bunları öyrənəcəksiniz, baxacaqsınız özlərinizlə işləmək üçün lazımdır sizə. Aşağıda isə həmin mətnin sırf ingilis dili forması və ikinci hissədə isə onun nisbətən çətin forması verilib. Allah amanında sizə uğurlar diləyirəm.